Salam əziz şagirdlər, dəyərli biologiya həvəskarları, kanalımızın abunəçiləri və ümumiyyətlə bütün biologiya sevənlər. Bu günlərimiz isə bu videomuzda 2026-cı ildə keçiriləcək, 15 Mart tarixində keçiriləcək təbiət üzrə fən müsabiqəsinə hazırlıq məqsədi ilə deməli hazırladığım və onlayn keçirdiyim sınaq suallarını təqdim etməyə çalışacağım, izahlarını təqdim etməyə çalışacağım. Öncəliklə onu qeyd etmək istəyirəm ki, uşaqların hər biri şikayət edirlər ki, suallar çətindir. Bəli uşaqlar, suallar burada o qədər asan deyil. Amma bu belə də sizin gözünüzü qorxutmasın. Çünki adətən müsabiqənin özündə suallar nisbətən daha asan olur. Daha doğrusu asanlar da olur, içərisində çətinlər də olur. Mən nümunələri sırf çətinlər üzrə, daha düşündürücülər üzrə hazırlayıram ki, şagirdlər onsuz da adi test suallarını iş dəftərlərində və ya da ki, digər vəsaitlərdə işləyə bilirlər. Amma fən müsabiqəsi tipli sualları ən azından heç olmasa bu sınaqlarda görmüş və işləmiş olsunlar və onların qarşısına belə suallar çıxarsa, ona nə cür yanaşacaqlarını da bilmiş olsun. Yəni bunlar nümunələrdir uşaqlar. Bu o demək deyil ki, sizin fən müsabiqəsində suallarınız məhz belə olacaq. Ona görə də xahiş edirəm, buradan əgər balınız aşağı olubsa, o zaman buna görə keyfinizi pozmaq lazım deyil. Çünki əsas imtahan ayın 15-də verəcəyiniz imtahandır. Demək belə, ilk sualımız belədir. Şəkildəki təcrübədə suyun həcminin 200 kub santimetr olması üçün neçə qram polad blok lazımdır? Gəlin əvvəlcə baxaq uşaqlar. Bu bölgülərə baxaq gəlin. Gördüyünüz kimi 0-dan 100-ə qədərdir. 1, 2, 3, 4, 5 dənə deməli bölgü varsa uşaqlar. Deməli, bunlar hərsinə qədərdir? 20-dir, 20-dir, 40-dır, 60-dır və neçədir? 80-dir. Və gördüyümüz kimi suyun həcmi nə qədərdir? Suyun həcmi 80 kub santimetrdir. Polad blokun kütləsi isə nə qədərdir? 20 qramdır. Bu 20-dən sonra nöqtəni yəqin göz uşaqlar 20 qramdır. 20 qramlıq bir polad bloku suya saldılar və gördük ki, nə qədər qalxdı uşaqlar? Bayaq 80-də idi gördüyünüz kimi. Qalxdı neçəyə? 100, 120, 140, 160-a qalxdı. Deməli, polad blokun 20 qramının həcmi nə qədər oldu uşaqlar? 20 qramının həcmi oldu 80 kub santimetr. Və bu 80 kub santimetr artanda suyun həcmi oldu 160 kub santimetr. Yerdə qaldı 40 kub santimetr. Və indi inşallah 200-ə çatması üçün 140 kub santimetr çatı qalıb və o zaman biz də tapırıq. Əgər 20 deməli belə deyək də qram 80 kub santimetrdirsə 40 kub santimetr neçə qram olacaq? X də bərabərdir. Nə olacaq uşaqlar? Deməli 40-ı vururuq 20-yə, bölürük 80-ə. O da bərabər olacaq. Neçəyə? 0 getdi. 40-ı da 2-yə vursaq 80. 80-i də 80-ə böləcək. 10 qram olacaq. Gördüyünüz kimi cavabımız oldu A variantı. Keçək ikinci suala. Deyir ki, STEM dərsində müəllim şagirdlərə sual verdi. Sinifdəki gülləri kənardan su gətirmədən və içmə suyunuzdan istifadə etmədən sulaya bilərsinizmi? Bunun üçün otağın hansı hissəsindən və hansı prosesdən istifadə etmək olar? Hansı şagirdlərin cavabları problemin həllində istifadə edilə bilər? Ümid edirəm ki, bu sualı deməli düşünüb cavabını tapmısınız uşaqlar. Yəni burada təbii ki, bizə nə lazım olacaq uşaqlar? Məsələn, soyuq havalarda bildiyimiz kimi bizim hər birimizin ağzından çıxan buxar, yəni otaqdakı buxar pəncərəyə dönür və orada nəyə çevrilir? Orada su damcısına çevrilir. Deməli uşaqlar, burada deməli təbii ki, otağın ən soyuq olan hissəsi nə olacaq? Pəncərə olacaq. Çünki bayırla birbaşa təmasdadır və içəridə buxarlanmış su orada damcıya dönərsə, biz o zaman pəncərədən, yəni Əhmədin dediyindən və eyni zamanda o buxarın deməli pəncərəyə dəyərək damcıya çevrilməsi zamanı kondensasiyadan nə edə bilərik? İstifadə edə bilərik. Təbii ki, bu bütün siniflərdə olmur uşaqlar. Yəni içərisində istiliyi normal olan siniflərdə adətən belə olmur, amma belə hallar da bildiyimiz kimi olur. Ona görə də biz sizinlə Əhmədin və deməli Aysunun dediyi üsullardan istifadə etməklə belə bu gülləri sulaya bilərik. Təbii ki, bu bir ehtimaldır uşaqlar, amma adi hallarda bizim məktəbimizin pəncərələrində çox vaxt belə olmur. Üçüncü suala gəlmək deyir ki, gördüyünüz kimi uşaqlar, burada bizə nə verilib? Cədvəldə bəzi tullantı maddələri və onları bədəndən xaric edən orqanlar qeyd olunmuşdur. Cədvəldəki məlumatlara əsasən hansı fikir doğru deyil? Gördüyümüz kimi uşaqlar, ifrazat orqanı deməli ağciyərlər, böyrəklər və dəridir. İfrazat maddəsi isə nədir? Sudur, karbon qazdır və minerallardır. Gördüyümüz kimi suyu hər üçü nə edir uşaqlar? Hər üçü ifraz eləyir. Karbon qazını yalnız ağciyərlər ifraz eləyir. Mineralları isə deməli böyrəklər və dəri ifraz edir və
Cədvəl bu əslində bu sual çətin sual deyil inşallah. Nə deyir? Deyir ki, hər 3 orqan bədəndə suyun miqdarının tənzimlənməsində iştirak edir. Bəli, əgər hər 3 orqandan suyun deməli artığı xaric olunursa, deməli onlar bədəndə suyun miqdarının tənzimlənməsində iştirak edirlər. Deməli bu variantı seçmir inşallah. Yəni bu doğru variant, amma bizə yanlış variant lazımdır. Böyrək və dəri su və suda həll olmuş mineralları xaric edir. Tamamilə doğrudur inşallah. Böyrək və dəri həm suyun xaric olunmasına iştirak edir, həm də eyni zamanda mineralları da suda həll olmuş formada xaric edir. Ona görə də bu variant da doğru olacaq. Karbon qazı yalnız tənəffüs prosesində xaric edilə bilər ifadəsi doğrudur inşallah. Gördüyünüz kimi karbon qazı yalnız ağciyərlərdən xaric olunur. Ağciyərlər isə tənəffüs prosesini yerinə yetirir. Deməli doğrudan da karbon qazı yalnız ağciyərlər vasitəsilə tənəffüs prosesində xaric edilə bilər. Böyrəklər digər ifrazat orqanlarını əvəz edə bilər ifadəsini burada düşünür inşallah. Çünki baxın, böyrək bəlkə də dərini əvəz edə bilər. Çünki dərdən su və mineral maddələr xaric olunur. Amma burada uşaqlar nə mənada ifrazat funksiyasını əvəz edilə bilər. Amma ümumiyyətlə isə böyrək dərinin digər funksiyalarını yerinə yetirə bilməz. Həmçinin eyni zamanda uşaqlar böyrək ağciyərində funksiyasını yerinə yetirə bilməz. Çünki ağciyər karbon qazını xaric etdiyi halda böyrək karbon qazını xaric edə bilməz. Ona görə bu ifadə yanlış olacaq və cavabımız D variantı olacaq. Keçək növbəti sualımıza. Nə deyir? Deyir ki, aşağıdakı qrafikdə müxtəlif maddələrin suda həll olma qabiliyyətinə temperaturun təsiri göstərilmişdir. Bu qrafikə əsasən hansı variantda maddələr düzgün müəyyən olunmuşdur? Biz uşaqlar sizinlə nə öyrənmişdik? Yadınızdadırsa, təbiət dərsliyində maddələrin suda həll olması mövzusunda kənarda bir deməli məlumat var idi ki, məsələn, yayda, isti vaxtlarda biz qazlı suyun ağzını açanda onun içərisindən çox qaz çıxır və çox köpüklənib daşır. Amma qışda soyuq vaxtlarda isə və ya da ki, soyuducuya qoyduqda bu qazın miqdarı nə idi inşallah? Qazın miqdarı azalırdı. Niyə qazın miqdarı azaldı? Çünki biz onu soyuducuya qoyduqda temperatur aşağı düşürdü və qaz suda yaxşı həll olduğuna görə qaz halında qalmırdı və ona görə də biz o butulkanın ağzını açanda oradan qaz belə dedi fışqırıb çıxmırdı inşallah. Amma nə qədər ki qazların temperatur yuxarıdır, temperatur yuxarı olduqda qazların suda həll olması çətinləşdiyinə görə yay isti vaxtlarda biz yəni butulkanın içərisindəki qazın çoxsu qaz halında olduğuna görə, yəni suda həll olmadığına görə biz butulkanın ağzını açan kimi o köpüklənib çıxır. Deməli uşaqlar, burada temperatur artdıqca suda həll olma sürəti azalan Y nə olacaq uşaqlar? Qaz halında maddə olacaq. İkinci, elə bir maddə olmalıdır ki, temperatur artdıqca onda suda həll olması neynəsin? Artsın. Deməli, baxaq, indi birazdan baxacaq uşaqlar. Və üçüncüyə də baxırıq. Üçüncü də elə bir maddə olmalıdır ki, Z də elə bir maddə olmalıdır ki, o ümumiyyətlə suda həll olmasın. Baxaq uşaqlar, gördüyümüz kimi, deməli, X xörək duzu ola bilərmi? X xörək duzu ola bilər. Y bitki yağı ola bilərmi? Y bitki yağı ola bilməz uşaqlar. Çünki bitki yağı ümumiyyətlə suda neynəmir? Həll olmur. Yəni o, bax, bu Z-ə uyğundur. Deməli, bu variant doğru olmayacaq. İkinciyə baxırıq. Deməli, X şəkər ola bilərmi? X şəkər ola bilər. Şəkər bildiyiniz kimi temperatur artdıqca suda həll olması artır. Y dəmir tozu ola bilərmi? Y dəmir tozu ola bilməz. Çünki Y ümumiyyətlə, yəni dəmir tozu ümumiyyətlə həll olmur və deməli o Z-ə aid olacaq uşaqlar. O zaman bu variantda yanlış oldu. C-yə baxırıq. X xörək duzu ola bilər. Y şəkər ola bilməz uşaqlar. Çünki şəkərin də həll olması xörək duzunda olduğu kimidir. Temperatur artdıqca suda həll olması artır. Ona görə də bu variantda yanlış oldu uşaqlar. X şəkər ola bilər. Gəlin buraya yazaq. Y oksigen qaz halında maddədir uşaqlar və qazların da nədir ki, temperatur artdıqca həll olma sürəti azalır. Oksigen ola bilər. Z dəmir tozu da ümumiyyətlə suda həll olmur. Ona görə də bu da Z ola bilər. Cavabımız nə oldu? Cavabımız D variantı oldu. 5-ci suala gəlin baxaq. Deyir ki, aşağıdakı xüsusiyyətlərdən hansı və ya hansıları təklikdə bitkinin aid olduğu quru bitkiləri, baxın, burada quru bitkilərin xüsusi qeyd eləmişəm inşallah, qrupunu müəyyənləşdirmək üçün kifayət edir. Yəni, hansı və ya da ki, hansıları ayrıca adını çəksək, siz buna əsasən quru bitkilərini belə deyək də müəyyən edə bilərsiniz. Baxaq, toxum əmələ gətirir ifadəsi ilə siz həm çılpaq toxumları qeyd edə bilərsiniz uşaqlar, həm də çiçəkli bitkilər. Ona görə də nə oldu? İkisini də bilə bilməyəcəksiniz ki, hansıdır. Sporlarla çoxalma həm mamırlarda var, həm də qıcıq kimilərdə var uşaqlar, bildiyiniz kimi. Ona görə də bu da olmadı. Çiçək əmələ gətirmək yalnız çiçəkli toxumlara aid, bitkilərə aid uşaqlar. Deməli, bunu seçə bilərsiniz. Üçü seçə bilərsiniz. Kökləri yoxdur ifadəsi yalnız mamırlara aiddir.
Ona görə bunu da seçə bilərsiniz. Qozaları vardır ifadəsi də yalnız çılpaq toxumlara aid uşaqlar. Ona görə də siz burada 3, 4, 5-i seçə bilərsiniz. Yəni cavab olacaq C variantı. Növbəti sualımız, 6-cı sualımızda deyir ki, şəkildəki cisimlər bərabər kütləyə malik olarsa, aşağıdakı fikirlərdən hansı doğrudur? Yəni, yuxarıda, aşağıda olmasının asılı olmayaraq, qlobus, güldan və s. olmasından baxmayaraq, bunların hamısının kütləsi bərabərdir uşaqlar. İndi buna əsasən fikirlərdən hansı doğrudur? Bu cisimlərə təsir edən cazibə qüvvəsi eynidir. Bu ifadə doğru olacaq uşaqlar. Nəyə görə? Çünki biz bilirik ki, cazibə qüvvəsinin hündürlüklə heç bir əlaqəsi yoxdur. Cazibə qüvvəsi kütlədən asılıdır. Kütlə də ki, bunların hamısına bərabərdir. O zaman nə oldu uşaqlar? O zaman deməli, bu cisimlərə təsir edən cazibə qüvvəsi eyni olacaq. A variantı burada doğru oldu. B variantına gəlin baxaq. Bu cisimlərin potensial enerjiləri eynidir. Bu cisimlər bərabər kütlədirlər, amma müxtəlif hündürlüklərdə yerləşdiklərinə görə deməli potensial enerjiləri eyni olmayacaq. Yuxarıda yerləşən, üst tərəfdə yerləşənlərin potensial enerjisi daha çox olacaq uşaqlar. Deməli bu ifadə yanlışdır. Bu cisimlərə təsir edən ağırlıq qüvvəsi ilə onlara malik olduqları potensial enerji eynidir. Bu da yanlış oldu uşaqlar. Çünki ağırlıq qüvvəsi hamısında bərabərdir, amma potensial enerji üstdəkilərdə çoxdur, altdakılarda isə azdır. İfadə yanlış oldu. Üst tərəfdəki cisimlərə təsir edən ağırlıq qüvvəsi aşağı rəflərdəkisə nisbətən böyükdür ifadəsi də yanlış olacaq. Çünki bayaq nə dedik? Dedik ki, ağırlıq qüvvəsinin hündürlüklə heç bir əlaqəsi yoxdur. O sırf kütlədən asılı uşaqlar. Kütləsi böyük olana təsir edən ağırlıq qüvvəsi də böyük olacaq. Ona görə də cavabımız oldu A variantı. 7-ci suala baxaq. Bu da çətin sual deyil uşaqlar. İnsan günəş və ayı necə görür? Düzgün oxları seçək. İnsan günəşi görməsi üçün günəşdən işıq birbaşa düşür insanın gözünə. Çünki günəş özü işıq mənbəyidir. İşıq mənbəyindən birbaşa gözə işıq düşür və elə birbaşa həmin oxla da şüa ilə də deməli göz işıq mənbəyini görür. O zaman deməli burada yaşıl rəngdə göstərilən nədir uşaqlar? 1. Biri seçdik. Sonra insan ayı görməsi üçün işığın ayın üzərinə düşməsi lazımdır. O zaman qırmızıya baxırıq uşaqlar. Qırmızı neçədir? 3'dür. Və ayın üzərinə düşmüş işıq sonra əks olunub insanın gözünə düşməlidir. Bu da narıncı rəngdə göstərdiyimiz uşaqlar. Buna qoyuruq və burada deməli olacaq 4 olacaq. Cavabımız nə oldu? 1, 3 və 4 oldu. Üzr istəyirəm. Burada nəyi səhv seçdim? Bir dəqiqə burada səhv seçdim axı mən. Qaydan hansıdır uşaqlar? Qaydan bənövşəyidir. Qaydan budur. Qaydan budur. Ona görə 5'i seçirik. 1, 3 və 5 cavabımız oldu. 1, 3, 5 yəni cavab olaraq D-ni seçdik. Keçək deməli 8-ci suala. Biraz çox qaçdıq aşağı. 8-ci sualda nə deyir uşaqlar? Deyir ki, Euler-Venn diaqramına əsasən müqayisə eləmək. Euler-Venn diaqramında zəlzələ ilə vulkanı müqayisə etməliyik. Gördüyümüz kimi zəlzələ birincidir, vulkan üçüncüdür, ikinci isə ortaq xüsusiyyətlərdir. Və baxaq uşaqlar. Litosfer tavalarının sərhəddində baş verir. Hər ikisi litosfer tavalarının sərhəddində baş verdiyinə görə bu ikinci olacaq uşaqlar. Əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Vulkanları proqnozlaşdırmaq mümkündür uşaqlar. Yəni vulkanlar püskürməzdən öncə onlardan qazlar çıxmağa başlayır və onlar o həmin hissədə tüstülənməyə və s. başlayır və ona görə də vulkanın yaxınlarda püskürəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Seismik dalğalarla yayılan nə uşaqlar? Bu zəlzələdir. Yeraltı təkanlar hiss edilir. Hər ikisində yeraltı təkanlar hiss ediləcək. Ona görə bu ikinci oldu. Mantia qatındakı maddələr yer səthinə çıxır. Bu da vulkana aid olan xüsusiyyət oldu. O zaman nə oldu uşaqlar? Seismik dalğalarla yayılır. Deməli 3 aid oldu birinciyə. Deməli ikinci aid oldu birinci və dördüncü və üçüncü də aid oldu ikinci və beşinci. O zaman cavabımız oldu A variantı. Və keçək 9-cu suala. 9-cu sualda ola bilsin ki, yəni buradan A variantını seçdik inşallah. 9-cu sual ola bilsin ki, sizi bir qədər çaşdıra bilər inşallah. Yəni burada hesablamanı yaxşı bacaran şagirdlər bu sualı da o qədər çətinlik çəkməyəcəklər. Ona görə gəlin baxaq. Burada nədir inşallah? Gördüyümüz kimi şəkildə dinamometrdən asılmış kubları görürsünüz. Əgər kubun bir üzünün sahəsi 9 kvadrat santimetr olarsa, bu kubların sıxlığını hesablamaq lazımdır. İndi inşallah. Baxın, kub haqqında məlumatı siz bilirsiniz. Kubun hər tərəfi bilirsiniz nədir? Bütün üzləri onun kvadratıdır. Bütün tərəfləri onun bir-birinə nədir? Bərabərdir. Və baxırıq, əgər kubun
demək, sahəsi, bir üzün sahəsi 9 kvadrat santimetrdirsə, deməli, onun eni, uzunu nə qədərdir uşaqlar? 3-dür. 3-dür. Hündürlüyü də nə olacaq? Hündürlüyü də təbii ki 3 olacaq. Yəni, bu tərəfə də olacaq 3 santimetr. O zaman həcm olaraq götürsək uşaqlar, hündürlük, uzunluq, en hamısı üçünü bir-birinə qursa olacaq nə qədər? 27 kub santimetr. Yəni, bir kubun həcmi nə qədərdir? 27 kub santimetrdir. Demək, sualın növbəti qalan hissəsini işləmək üçün inşallah biz sizinlə bax bu qüvvəyə baxacaq. Qüvvə nə qədərdir? Gördüyünüz kimi 4 dənə kuba təsir edən qüvvə 2,916 newtondur. 2,916-nı bölürük 4-ə və 1 kuba təsir edən qüvvəni tapırıq. Bu da olacaq 0,729. Bu nə oldu inşallah? Bu oldu 1 kuba təsir edən qüvvə. İndi gəlin buradan bir kubun kütləsini tapaq inşallah. Çünki bizim düsturumuz nədir? Rho bərabərdir. M bölünsün V'dir. Düzdür inşallah. Yəni biz sıxlığı tapmaq üçün, kubların sıxlığını tapmaq üçün bu düsturdan istifadə edəcəyik. Ona görə buradan kütləni tapırıq. Kütlə M bərabər olacaq. Deməli, F bölünsün C düsturundan. Buradan da siz F bərabərdir MC düsturunu tətbiq edəcəksiniz. Düzdür inşallah. Düsturundan F nə qədər oldu? 0,729 bölünsün. Nə oldu inşallah? Bölünsün. Deməli, C də bizdə 10'dur bildiyiniz kimi. Oldu nə qədər? 0,10.729. 10.729 oldu. İndi inşallah bu bizdə nə ilə oldu? Bu bizdə kiloqramla oldu. Bunu qrama çevirməliyik. Qrama çevirmək üçün biz 0,10.729'u neçə bölməliyik? Minə, daha doğrusu vurmalıyıq. Minə vurmalıyıq. Minə vuranda nə oldu uşaqlar? Minə vuranda bu gəldi, çıxdı haram? 72,9'a. Düzdürmü? 3 0 bura gəldi və oldu 72,9. Və düstura yerinə qoyaq uşaqlar. Rho bərabər olacaq 72,9 bölünsün 27. O da bərabərdir 72,9'u gəlin bölək 27 uşaqlar. 9 bölünsün 27. O da bərabər olacaq 2,7 qram bölünsün kub santimetr. Cavabımız nə oldu uşaqlar? Cavabımız oldu C variantı 2,7 qram bölünsün kub santimetr. Yəni, düsturları tətbiq eləməyə bacaran şagird bu sual cavablandıracaq. Düsturları tətbiq etməyə bacarmayan şagird biraz burada çətinlik çəkəcək. 10-cu suala baxaq uşaqlar. Deyir ki, şəkildə hər hansı bir cismə təsir edən ağırlıq qüvvəsi təsvir olunmuşdur. Əgər hər dama 10 Newtona bərabər olarsa, F qüvvəsi ilə bağlı məlumatlar cədvəlin hansı xanasında düzgün göstərilmişdir. Baxaq uşaqlar, gördüyümüz kimi F qüvvəsi də 3 damadan ibarətdir. 3 damadan ibarətsə bu neçədir uşaqlar? Deməli 30 Newtona bərabərdir. Baxırıq, nə deyir? Qüvvənin tətbiq nöqtəsi A-dırmı? Qüvvənin tətbiq nöqtəsi A-dır gördüyünüz kimi inşallah. Qüvvənin istiqaməti A-dan B-yədir, deməli B-dir. Təsir etdiyi cismin kütləsi nə qədər olacaq? Təsir etdiyin cismin kütləsi, əgər qüvvə özü F bərabərdir 30'dursa, F bərabərdir MC düsturunun M bərabərdir 30 bölünsün 10, o da bərabər olacaq 3 kiloqram. Deməli, nə alacaq? Kütlə oldu 3 kiloqram. Deməli, 3 varianta baxacaq burada gördüyünüz kimi. 3 varianta doğru gedir. Və sonra nə deyir? Ayda həmin cismə təsir edən ağırlıq qüvvəsi isə nə qədər olacaq uşaqlar? O zaman Fi bərabər olacaq 3 vurulsun. Ayda nə qədərdir? 1,6. O da bərabər oldu. 4,8 kiloqram olacaq. Çünki ayda sabit nəyə bərabərdir uşaqlar? Cazibə sabiti bərabər idi. 1,6'ya. Ona görə cavabımız nə oldu? Cavabımız oldu. Deməli, A variantı oldu. Gördüyünüz kimi. Və ona görə buradan A variantını seçdik inşallah. Bu əslində çətin sual deyil. Sadəcə yeni deyim. Düsturları tətbiq eləməyi bacaran şagirdlər bunu rahatlıqla həll edəcəklər. Baxaq, maddə naftalindir. Ərimə temperaturu verilib və qaynama temperaturu verilib. Nə deyir inşallah? Deyir ki, naftalin gündəlik həyatımızda yun yorğanları, xalçaları, paltarları güvədən, yəni yun yeyən kəpənəkdən qorumaq üçün istifadə etdiyimiz maddədir. Həqiqətən də nənələrimiz, analarımız yorğan döşəyin arasına həmişə naftalin atardılar ki, o güvə düşməsin inşallah. Cədvələ əsasən naftalin haqqında hansı fikir və ya fikirlər söyləmək olar? Normal hava şəraitində baxaq, naftalin ərimə temperaturu nə qədərdir inşallah? 80 dərəcə Selsidir. Və deməli qaynama temperaturu isə gördüyünüz kimi 218 dərəcə Selsidir. İndi baxır inşallah. Normal hava şəraitində bizdə
bilirsiniz 80 dərəcə Selsi heç vaxt qalxmır, düzdür inşallah. Və naftalin hansı halda maddədir? Ərimə temperaturu əgər 80 dərəcədən başlayırsa, deməli normal hava şəraitində naftalin bərk maddədir inşallah. Suyun qaz halına keçdiyi temperaturda naftalin deməli maye halda olur. Suyun qaz halına keçdiyi temperatur nədir inşallah? Suyun qaz halına keçdiyi temperaturda deməli naftalin gördüyünüz kimi 100 dərəcə, suyun qaynama temperaturu 100 dərəcə Selsidir. Naftalin isə 80 dərəcədə çevrilib olub hansı halda? Maye halda və onun qaz halına keçməsi üçün 218 dərəcə qədər qızması lazımdır. 100 dərəcə isə 218-dən aşağı olduğuna görə ərimə temperaturu ilə qaynama temperaturu arasındakı belə deyək də temperaturda bu maye halında olacaq. Deməli, bu da nədir inşallah? Doğrudur. Yorğan döşəyin arasına qoyduğumuz naftalini orada tapa bilmiriksə, onun buxarlandığını ehtimal etmək ifadəsi yanlış olacaq inşallah. Çünki onun buxarlanması üçün temperaturun daha necə olması lazımdır? Temperaturun daha yuxarı olması lazımdır ki, o buxar halına keçsin. Çünki 80 dərəcə ilə 218 dərəcə Selsi arasında o maye haldadır inşallah. Deməli, o bu temperaturda, yəni bizim bildiyimiz yorğan döşəyimizin arasındakı temperaturda o qaz halına keçə bilmiş inşallah. Ona görə nə oldu? Birinci və ikinci, yəni C variantı burada doğru oldu. 12-ci suala baxaq. Nə deyir? Deyir ki, cədvəldə verilmiş maddələr haqqında məlumatlar hansı variantda düzgün verilmişdir? Baxaq uşaqlar, deməli gördüyünüz kimi A nədir? Hidrogendir, B oksigendir, C helyumdur, D isə dəmirdir. Atomlardan təşkil olunmuşdur. Birinci atomlardan təşkil olunmuşdur. Hansı? Atomlardan təşkil olunan burada nədir uşaqlar? Helyumdur və dəmirdir. Yəni birinciyə aid oldu. Bax, bunlar hər ikisi deməli birinciyə aid oldu. Molekullardan təşkil olunmuşdur. Hidrogen və oksigen nədən təşkil olunub? Molekullardan təşkil olunub. İkinci də bura aid uşaqlar. Hər ikisinə aiddir. Daha doğrusu gəlin belə yazaq da. Bura aiddir 4 ilə C ilədir. C ilədir. İkinciyə aiddir. Deməli A və B. Sonra baxırıq uşaqlar. Ən çox ağırlıq qüvvəsi təsir edir. Hansının kütləsi ağırsa ona ən çox ağırlıq qüvvəsi təsir edir. Bu nə olacaq? Bu D olacaq uşaqlar. Və havadan yüngüldür. Havadan yüngül olan burada nə olacaq uşaqlar? Havadan yüngül olan gördüyünüz kimi deməli belə deyək hidrogen və bir də nə olacaq? Helyum olacaq. Yəni A və C olacaq. A və C. O zaman baxırıq uşaqlar. Deməli birincidə nə oldu? C-dir, ikincidə AB, üçüncüdə və deməli dördüncü də AC. O zaman cavabımız oldu C variantı. Buradan da bunu seçdik. Növbəti suala gəlin baxaq. Nə deyir? Deyir ki, şəkildə kağız xromatoqrafiyası üsulu tətbiq edilmişdir. Başlanğıc nöqtə tərkibi öyrənilən maddədir. Başlanğıc nöqtə budur uşaqlar. Və deyir ki, bu maddə ilə bağlı hansı fikir doğru deyil? Maddə 3 rəngin qarışığından ibarətdir. Baxırıq uşaqlar, maddəniz biz kağızı suda islatdıqda, əgər maddədən 3 dənə fərqli nöqtələrdə maddələr yayıldısa, deməli bu maddənin tərkibi 3 rəngin qarışığından ibarətdir. A, B, C maddələrinin qarışığından ibarətdir. Bu doğrudur uşaqlar. Qarışıqdakı maddələrin hamısı eyni dərəcədə suda həll olur. Əgər qarışıqdakı maddələrin hamısı eyni dərəcədə suda həll olsaydı uşaqlar, o ya elə bir-birinin üstündə olmalıydılar, eyni dərəcədə getməlidirlər uzağa. Ya da elə bir-birinə yaxın olmalıdırlar. Amma gördüyünüz kimi uşaqlar, burada ən yaxşı həll olan A-dır, sonra gəlir B, ən az həll olan isə nə olacaq uşaqlar? C variantı olacaq. Deməli, bu yanlış var. Daha doğrusu bizim sualımızın cavabı olmayacaq uşaqlar. Deməli, bunu biz seçə bilərik. C maddəsi kağıza ən çox yapışan maddədir. Bəli, hansı suda yaxşı həll olunmuşsa, kağıza ən çox yapışan da o olacaq inşallah. O zaman bu nədir? Doğrudur. B maddəsinin suda həll olma qabiliyyəti A maddəsinə yaxındır ifadəsi doğrudur. Çünki gördüyünüz kimi B maddəsi C-yə nisbətən A maddəsinə daha yaxındır. Ona görə də bu ifadə də doğru olacaq inşallah. Və B variantı burada yanlış oldu. 14-cü suala baxaq. Deyir ki, şəkildə insan ürəyinin qulaqçıqları və məddəciklərinin yığılması zamanı baş verən hadisələr təsvir olunmuşdur. Bu şəkilə əsasən aşağıdakı fikirlərdən hansı doğru deyildir? Biz nə bilirik uşaqlar sizinlə? Biz bilirik ki, qulaqçıqlarla məddəciklər arasında nə cür qapaqlar var? Taylı qapaqlar var. Məddəciklərlə damarlar arasında baxın, məsələn bu qapaq, bir də bu qapaq hansı qapaqlardır? Aypara qapaqlardır. İndi baxaq uşaqlar nə deyir? Deyir ki, doğru olmayanı soruşur bizdən. Qulaqçıqlar yığılarkən taylı qapaqlar açıq, aypara qapaqlar qapalı olur. Bəli, qulaqçıqlar yığılarkən qan qulaqçıqdan məddəciyə ötürülür və bu zaman taylı qapaqlar necə olmalıdır? Təbii ki, açıq olmalıdır. Və siz burada əgər qapaqları tanıyırsınızsa, o qapaqların açıq olduğunu şəkildən görürsünüz uşaqlar.
Həmin anda aypara qapaqlara baxsaz onlar necədirlər? Bağlıdırlar. Deməli bu ifadə doğrudur. Aypara qapaqlar açıqdırsa, deməli mədəciklər yığılıb. Bəli, aypara qapaqlar, mədəciklər yığılarkən açılmalıdır ki, mədəcik yığılıb qanı damara ötürsün. Baxın, burada gördüyünüz kimi mədəcik yığılır və qanı damara ötürür. Deməli doğrudan da bu doğru ifadə olacaq. Aypara qapaqlar açıq, taylı qapaqlar bağlıdırsa, qan damarlara ötürülür. Aypara qapaqlar açıq və taylı qapaqlar bağlıdırsa, bəli, mədəciklər bayaq dedik, yığılır və qanı hara ötürür? Qanı damarlara ötürür. Deməli, bu variantda doğrudur. Ürəyin düzgün fəaliyyət göstərməsi üçün hər iki qapağın eyni anda bağlanması və ya açılması lazımdır. Əksinə uşaqlar, biz sinəyə gördük ki, ürəyin düzgün işləməsi üçün taylı qapaqlar açıq olanda aypara qapaqlar bağlı olmalıdır. Aypara qapaqlar açıq olanda isə taylı qapaqlar bağlı olmalıdır. Bunu daha dərindən siz 8-ci sinifdə öyrənəcəksiniz uşaqlar. İndi hələlik bu çox da dərinə getmirəm. Ona görə də sadəcə nəyə bilmək lazımdır? Elə şəkildən baxıb bu nəticəni çıxartmaq sizə lazımdır. Keçən növbəti suala deyir ki, verilmiş qida zənciri ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlışdır? Baxaq uşaqlar, gördüyümüz kimi bu qida zəncirində neçə dənə, deməli 1, 2, 3, 4, 5, 6 dənə halqa vardır uşaqlar. Halqalardan birincisi təbii ki, nədir uşaqlar? Bu prodüsentdir. Yerdə qalanlar nələrdir uşaqlar? 2, 3, 4, 5 bunlar nələrdir? Konsumentlərdir. Təbii ki, birinci dərəcə, ikinci dərəcə bu şəkildə gedir. Bu isə nə olacaq uşaqlar? Bu isə parçalayıcı və ya da ki, çürüdücü yaza bilərsiniz uşaqlar. 3 nömrəli canlı həm yırtıcı, həm də şikardır. Baxırıq, 3 nömrəli canlı çəyirtkə üçün nədir uşaqlar? Çəyirtkə üçün yırtıcıdır, amma ilanın nədir uşaqlar? İlanın şikardır. Deməli, bu doğrudur. 5 nömrəli canlı, burada C hərfi olmalıdır. 4 nömrəli canlının yırtıcısıdır. 5 nömrəli canlı, bəli, 4 nömrəli canlının nədir? Yırtıcısıdır, bu da doğrudur. 6 nömrəli canlı ilə 1 nömrəli canlı arasında 2 istiqamətli ox qoyula bilər. 6 nömrəli canlı nədir uşaqlar? Parçalayıcı və ya da çürüdücüdür. Bəli, o ölmüş orqanizmləri parçalayıb daha sadə mineral maddələrə ayıracaq. Daha sonra həmin o mineral maddələrdən bitkilər fotosintezdə nə edəcəklər? İstifadə edə biləcəklər. Bu şəkildə də qoya bilərsiniz. Eyni zamanda bu oxun başına bunu da qoya bilərsiniz uşaqlar. Yəni doğrudan da bu ifadə doğrudur uşaqlar. 1 nömrəli canlının sayının azalması 4 nömrəli canlının sayına təsir etməz. 1 nömrəli canlının sayının azalması təbii ki 4 nömrəli canlının sayına təsir edəcək. Gəlin baxaq. 1 nömrəli canlı azalsa 2 artacaq. Daha doğrusu azalacaq. 2-nin azalması 3 azaldacaq. 3-ün azalması 4-ün sayının azalması səbəb olacaq. Ona görə də bu yanlış oldu. Ümumiyyətlə, əgər belə deyək də bir zəncirdə halqalar hamısı bir-birlə əlaqədirsə, onun birinə baş verən də hər hansı bir dəyişiklik digərlərinə mütləq təsir göstərəcəkdir. Belə deyəm, ən birinci halqa ilə ən sonuncu halqa isə ümumiyyətlə hamısına təsir göstərir. Baxaq. Aşağıdakı kartlarda arteriya, vena və kapillər yazılmışdır. Hansı kartda nə yazıldığını müəyyən etmək üçün aşağıdakı təyinat açarından istifadə etmək lazımdır. Bu uyğunluq hansı variantda düzgün verilmişdir? Bu sual uşaqlar sizə həm qan damarlarının növlərini təyin etmək bacarığınızı, həm də eyni zamanda təyinat açarından istifadə etmək bacarığınızı yoxlayan bir sualdır. Ona görə də gəlin baxaq. Nədir uşaqlar? Qanın tərkibində dəyişiklik baş vermir, maddələr mübadiləsi baş verir. Maddələr mübadiləsi baş verirsə, yəni qanın tərkibində dəyişiklik baş verirsə, bu B-dir. Və deməli, B bizdə nədir uşaqlar? B bizdə kapillərdir. Çünki biz bilirik ki, 3 dənə damardan yalnız hansında, yalnız kapillərlarda maddələr mübadiləsi baş verir. Qanın tərkibində heç bir dəyişiklik baş vermirsə, o zaman biz neçəyə gedirik uşaqlar? 2-yə gedirik. Və baxırıq, 2-də kiçik qan dövranında, deməli, kiçik dövranda daha doğrusu oksigenlə zəngin qan daşıyır. Bu C-dir. Kiçik qan dövranda uşaqlar, hansı dövrandır? Bu ağciyərləri. Ağciyər dövrandır. Biz də sizinlə nə bilirik? Bilirik ki, baxın məsələn, bu bizim ürəyimizdir. Ürəkdən ağciyərlərə gedən damar necədir uşaqlar? Karbon qazı ilə zəngindir. Çünki karbon qazı ilə zəngindir ki, geçsin orada neyləsin? Oksigenlə zənginləşsin. Qayıdan qan isə artıq nə ilə zəngindir uşaqlar? Qayıdan qan isə artıq oksigenlə zəngindir. O zaman baxırıq uşaqlar. Kiçik qan dövranda oksigen daşıyan damar, bu nə oldu uşaqlar? Bu ürəyə qayıtdığına görə hansı damar oldu? Bu vena damar oldu. Ürəkdən gedən damar bu nədir? Arteriyadır. Arteriya isə nə daşıyır? Özündə karbon qaz daşıyır. Və ona görə də burada C nə olacaq? C olacaq vena, A olacaq arteriya. Nə oldu? A arteriya, B kapillər, C vena, B variantını burada doğru olaraq seçdik. Keçək 17-ci suala. Nə dedi ki,
Bu sizin dərsinizdəki məlumat uşaqlar, dərslikdəki məlumata əsasən sadəcə nəticə çıxartmaq lazımdır. Göbələklərin yarpaqları və xlorofilləri olmur. Buna görə də göbələklər öz qidalarını hazırlaya bilmir. Bəzi göbələklər qida maddələrini başqa canlılardan alır, digərləri isə ölü orqanizmlərin qidalarını qalıqlarını parçalayaraq əldə edir. Baxın, burada diqqətli olun inşallah. Başqa canlılardan alır, digərləri isə ölü orqanizmlərin qalıqlarını parçalayaraq əldə edir. Burada artıq qidalanma bir-birindən fərqləndir. Bu göbələklər tökülmüş yarpaq və çürüyən ağac kimi bitki qalıqları, heyvan cəsədləri ilə qidalanır, onları çürüntüyə çevirərək daha sadə maddələrə parçalayır. Bu maddələrdə canlı bitkilər tərəfindən yenidən istifadə olunur. Baxın inşallah, bayaqki qida zəncirində olan məsələ. Baxın, göbələk, bu oxu niyə qoyduq? Göbələklərdir, çürücü bakteriyalardır. Bunlar neyinlər? Bunlar qida maddələrini parçalayırlar, ölmüş orqanizmləri parçalayırlar, çürüdürlər, sadə maddələr çevirirlər və bitki ondan neyinir? Bitki ondan fotosintezdə istifadə edəcək. İndi bizə nə deyir inşallah? Deyir ki, bununla bağlı bu məlumatlardan hansı nəticəni çıxartmaq olmaz. Baxırıq, göbələklər qida zəncirində yalnız konsument halqada ola bilərlər nəticəsini çıxarda bilmək inşallah. Niyə? Çünki baxın, burada göbələk başqa canlılarla qidalanırsa nədir? Konsumentdir. Amma ölmüş orqanizmlərin qalıqlarını parçalayırsa inşallah, bu artıq nədir? Bu artıq çürüdücüdür. Yəni, o artıq konsument halqası olmayacaq inşallah. Deməli, bu variant nədir? Yanlışdır. Göbələklərə zəncirdəki bütün halqalardan ox yönələ bilər. Bayaq gördük inşallah, əgər göbələk çürüdücüsə, o zaman ona bütün halqalardan nə yönələcək? Ox yönələcək. Deməli, bu ifadə doğrudur. Göbələklər işıq enerjisini kimyəvi enerjiyə çevirə bilirlər. Burada nə deyir inşallah? Deyir ki, göbələklərin ümumiyyətlə nə olmur? Ümumiyyətlə xlorofilləri yoxdur. Xlorofilləri yoxsa deməli onlar fotosintez eləyə bilmirlər. Fotosintez eləyə bilmirlərsə işıq enerjisindən istifadə edə bilmirlər. Deməli işıq enerjisini kimyəvi enerjiyə də çevirə bilmirlər. Bu ifadə yanlış oldu inşallah. Göbələklər produsent halqa ola bilərlər. Əgər işıq enerjisindən istifadə edə bilmirlərsə, yəni fotosintez eləyə bilmirlərsə, deməli produsent halqada ola bilməzlər. O zaman cavabımız oldu B variantı. 18-ci suala gəlin baxaq inşallah. Deyir ki, qızılça xəstəliyi haqqında hansı məlumat doğrudur? Qızılça bir hüceyrəli orqanizmlər tərəfindən törədilir. Biz nə bilirik inşallah, biz bilirik ki, qızılça virus xəstəliyidir. Bax, bunu bildikdə artıq suallarımıza demək olar ki, cavab tapmış olacaq. Bir hüceyrəli orqanizmlər tərəfindən törədilir ifadəsi nədir inşallah? Virusların nəyi yoxdur? Virusların hüceyrəsi yoxdur. Ona görə bu variant nə oldu? Bu variant yanlış oldu. Öskürək, temperaturu, xırda qırmızı səpkilər kimi simptomları var. İndi baxaq inşallah. Öskürəyi kənardan görmək mümkündürmü? Mümkündür. Temperaturu hiss etmək mümkündürmü? Mümkündür. Xırda qırmızı səpkiləri görmək mümkündürmü? Mümkündür. O zaman bu simptom oldu mu? Bunlar nə oldu? Bunlar əlamət oldu. Deməli, bu variantda doğru olmadı. İnfeksiyon xəstəliklər qrupuna aiddir. Məlumatı nədir inşallah? Doğrudur. Maddələrin mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikdir. Xeyr, o məhz törədici tərəfindən törədilən nədir? İnfeksiyon bir xəstəlikdir. Ona görə burada D variantda yanlış oldu uşaqlar. Ancaq doğru olan variant hansı oldu? C variantı oldu. Yəni əslində elə C variantını oxumaqla düzgün cavab tapmaq olardı. Nə çox qaçdım mən aşağı. Baxa 19-cu sual aşağı. 18 oxuduqda düzdürmü? 18 oxuduq. Keçək 19-cu suala. Nə deyir burada? Deyir ki, həzm sistemi orqanlarının funksiyalarını şəkildə verilmiş rəqəmlərlə uyğunluq rəqəmlərlə uyğun hansı variantda düzgün verilmişdir? Funksiyalarının olmalıdır. Şəkildə verilmiş rəqəmlərlə uyğunluğu. Burada cümləmi düzgün qurmamışam. Hansı variantda düzgün verilmişdir? Bax, aşağılar. Həzm olunmamış qidanın tərkibindəki maye sorulur. Hara aiddir? Bu, yoğun bağırsağa aiddir. Yadınızda yoğun bağırsaqda nə olurdu? Həzm olunmamış qida keçidi yoğun bağırsağa və onun tərkibindəki maye sorulurdu. Nəcis kütlələri formalaşırdı və sonra düz bağırsaqdan xaric olurdu. Dalğavarı hərəkət edərək qidanın mədəyə ötürü. Dalğavarı hərəkət edib qidanın mədəyə ötürürsə, deməli mədədən öncəki bir hissədir uşaqlar. Bu nədir? Bu qida borusudur. Borusu. Qida kiçik hissələri xırdalanır. Kiçik hissələri xırdalama dişlər vasitəsilə baş verir. Bu da nə olacaq uşaqlar? Bu da ağız boşluğu olacaq. İndi gəlin baxaq. Yoğun bağırsaq hansıdır? Yoğun bağırsaq burada gördüyünüz kimi 9'dur. 9 yoğun bağırsaq oldu. Qida borusu nədir? Qida borusu 2'dir uşaqlar. 2 ağız boşluqda 1 ilə göstərmişdir. O zaman nə oldu uşaqlar? Deməli, birinci oldu 9, ikinci oldu 2, üçüncü də oldu. Deməli,
burada mən ikinci oldu. Üçüncü oldu. Ağız boşluğu olmalıdır. Mən burada niyə 3 yazmışam? 3 yox uşaqlar. Üçüncü olmalıdır ağız boşluğu. Yəni siz burada düzgün cavab tapmayacaqsınız uşaqlar. Üçüncüdə olmalıdır 1. Üçüncüdə 1 olmalıdır. 1, 9, 2 deməli oldu 2. Üçüncüsü 1 olmalıdır. Cavab burada D variantı olmalıdır. Bu mənim səhvimdir. Ona görə də bu sual sizdə yəqin ki, hər birinizə doğru götürüləcək. Diqqətsizlik etmişəm orada. 20-ci suala baxaq uşaqlar. Deyir ki, Şimali Amerikanın şərqində yerləşən Apalaç dağları bir vaxtlar 9000 metrdən yüksəkdir. Bu sizin dərsinizdə olan məlumat uşaqlar. Hazırda aşama nəticəsində Apalaç dağının ən yüksək zirvəsinin hündürlüyü 2037 metrdir. Dağlar əsasən yumşaq əhəng daşından ibarətdir. Bu dağların şimal hissəsində iqlim mülayimdir. Qışı qarlı və şaxtalı, yayı isə rütubətli və yağıntılı keçir. Verilmiş məlumatlara əsasən hansı nəticəyə gəlmək olmaz? Dağlarda fiziki aşınma baş vermişdir. Nə deyir uşaqlar? Nə deyir? Qışı qarlı, şaxtalı, yayı rütubətli və yağıntılı keçirsə deməli, rütubət, yağıntı, şaxta bunlar nə edəcək uşaqlar? Aşınmasına səbəb ola bilər. Bu da nədir? Bu fiziki aşınma olacaq. Deməli, bu variant nədir? Doğrudur. Apalaç dağları əsasən suyun təsiri ilə aşınır. Bəli, qışı nədir? Qarlıdır. Yayı isə rütubətlidir uşaqlar. Qar da suyun buz halıdır uşaqlar. Yay da rütubətlidir, yağıntılı. Deməli, əsasən suyun təsiri ilə aşınma baş verəcək. Apalaç dağlarında kimyəvi aşınmada baş verə bilər. Biz bilirik ki, su həm fiziki aşınmada iştirak edir uşaqlar, həm də eyni zamanda kimyəvi aşınmada iştirak edir. Deməli, bu da doğru olacaq. Apalaç dağları kəskin temperatur fərqindən aşınmışdır. Bu barədə burada məlumat yoxdur uşaqlar. Yəni, biz ancaq qışının qarlı və şaxtalı, yayın isə rütubətli və yağıntılı keçdiyini bilirik. Ona görə kəskin temperatur fərqi olduğu burada qeyd olunmayıb və ümumiyyətlə belə deyək də bu əsasən rütubətin təsirindən baş verən bir aşınmadır. Ona görə bu variant nədir? Bu nəticəni buradan çıxartmaq mümkün deyil inşallah. Ona görə D variantını burada seçirik. Keçək deməli 21-ci suala. 21-ci suala dərsinizdə olan şəkillərə əsaslanmış bir sualdır uşaqlar. Nə deyir ki, uyğunluq hansı variantda düzgün verilmiştir. Gəlin baxaq, ikinci nədir uşaqlar? İkinci burada sudur. Düzdürmü? Dördüncü gördüyünüz kimi daha doğrusu D burada nə olacaq? D burada helium şarları olacaq. Helium şarları. C hava şarlarında bilirsiniz ki, hidrogendən istifadə olunur uşaqlar. Hidrogen qazından istifadə olunur. Balonlarda isə hansı qaz toplanır? Balonlarda isə oksigen toplanır. İndi baxaq uşaqlar. A'ya uyğun olan nədir? A nədir uşaqlar? A molekuldur. Və deməli, eyni atomlu molekuldur uşaqlar və elementdir. Eyni zamanda burada hidrogen də nədir uşaqlar? Hidrogen də elementdir və üzrlü sayın molekuldur və burada uşaqlar indi baxırıq. Oksigenin molekulu hidrogenin molekulundan böyük olduğuna görə üçüncü nəyə aid olacaq uşaqlar? Üçüncü aid oldu A'ya, ikinci isə aid oldu C'yə. Baxırıq, su burada nədir uşaqlar? Su burada birləşmədir. Burada yalnız bir dənə birləşmə var. Deməli, B nə oldu? B dördüncü oldu gördüyünüz kimi. Və helium isə nədir uşaqlar? Helium isə atomlardan ibarət olan bir element olduğuna görə o da oldu birinci. İndi baxırıq, birinciyə aid oldu D, ikinciyə aid oldu C, üçüncüyə aid oldu A, dördüncüyə aid oldu B. Cavabımız oldu C variantı. Yəni, bunu seçdik uşaqlar sizə. Keçək növbəti sualımıza. Metal və onun sıxlığı vermişdir. Deyir ki, ayda 0,336 Newton ağırlıq qüvvəsi təsir edən cismi suya saldıqda menzurqadakı göstərici 20 kub santimetr artmışdır. Və bizdən soruşur ki, bu cisim hansı metaldan hazırlanmışdır? Baxaq uşaqlar. Əgər ayda F bərabərdir, F ağırlıq, F ayda yazaq bunu uşaqlar, bərabərdir 0,336 Newtondursa, deməli bu cismin kütləsi N bərabər olacaq 0,336 bölünsün 1,6. Çünki ayda F, deməli G ay nəyə bərabərdir? G ay bərabərdir 1,6. Deməli Newton bölünsün nəyə? Kiloqrama bərabərdir. Bu demək ki, yəni ay cismin hər bir kiloqram kütləsini 1,6 Newton qüvvə ilə deməli cəzb edir uşaqlar. Və indi gəlin 0,336-nı bölək 1,6-ya. Cavabımız nə oldu? Cavab oldu 0,21 nə? 21 kiloqram.
Daha doğrusu %21 kiloqram. Və indi buradan qrama keçsək uşaqlar, qrama keçsək 0,21-i vuracaq neçəyə? Vuracaq 1000-ə. Və tapırıq nə qədər? Tapırıq deməli 210 qram. 210 qram. Və deyir ki uşaqlar, deyir ki, bax bunun deməli göstəricisi, menzur qədəki göstəricisi olub deyir 20 kub santimetr. Deməli bu cismin V-si nəyə bərabərdir? V bərabərdir 20 kub santimetrə. Düsturumuz necə idi? Sıxlığını tapmalıyıq. Sıxlığı tapmalıyıq ki, buradan metalı tapacaq. V bərabər olacaq M bölünsün 210 bölünsün 20. O da bərabərdir uşaqlar. Gəlin 210-u bölək 20-yə. 210 bölünsün 20. O da bərabər oldu nə qədər? 10,5. 10,5 deməli qram bölünsün kub santimetr. Cavabımız oldu nə? Burada gördüyünüz kimi 10,5 kub santimetr gümüşdür. Deməli bizim də cavabımız oldu D variantı. Və keçirik 23-cü suala. Bunu da düşünürəm ki, maraqlı sualdır inşallah və sizi düşündürməlidir bu sual. Şəkildəki cismə təsir edən qüvvələrin birlikdə təsiri neçə newtondur və bu təsir nəticəsi necə olar? Şəkildə tarazlaşan qüvvələr var inşallah. Gördüyünüz kimi. Baxın, burada 3 dənə deməli qüvvə 100 newtondur, bir qüvvə 50 newtondur. Amma siz burada nəyə baxırsınız inşallah? Biz bilirik ki, tarazlaşan qüvvələr adətən bir-birinin əksinə yönələn qüvvələrdir. Baxırıq, bu qüvvə ilə, məsələn, ta ki, baxın, bu qüvvə ilə, bununla, bunu məsələn, ta ki, A ilə işarə ilə, burada B. A ilə B bir-birinin neyini inşallah tarazlaşdırır. Biri yuxarı, biri aşağı yönəlmişdir. Hər ikisi 100 newtondur. Bunların ikisinin təsiri neçə bərabər olacaq? A üstə gəl, belə yazaq, F A üstə gəl B bərabərdir 0 newton. Çünki hər ikisi bir-birini tarazlaşdırdı və nə yuxarı getməyəcək cisim, nə də aşağı doğru hərəkət etməyəcək. İndi baxaq ki, bunlara deməli, solla sağa baxaq. Bunu da işarə ilə C ilə D kimi işarə ilə. C 100-dür uşaqlar. C 100-dür. O birisi 50-dir. C-dən D-ni çıxsaq, nə oldu uşaqlar? 50 newton xalis nə var? 50 newton xalis qüvvə var. Yəni bu 100-ün 50-sini D tarazlaşdırır. Amma 50-sinə gücü çatmır artıq. Və bu 50 necə? 50 cismi hərəkətə gətirəcək. İndi baxaq, hansı istiqamətdə hərəkət edəcək? 100 newton qüvvənin istiqaməti sola olduğuna görə uşaqlar nə oldu? 50 newton qüvvə ilə cisim sola doğru hərəkət edəcəkdir. Ümid edirəm ki, sualın izahını başa düşdünüz inşallah. İndi baxaq bura, deyir ki, şəkildəki təcrübədə işıq mənbəyi işıqlandırılan obyektdən, yəni topdan müxtəlif məsafələrdə yerləşdirilmişdir. Gördüyünüz kimi birinci harda yerləşdirib uşaqlar? Birinci deməli, baxın, burada yaxında yerləşdirib, burada uzaqda yerləşdirib, daha doğrusu işıq mənbəyinə yaxın yerləşdirib, işıq mənbəyinə ən uzaqda yerləşdirib və bir qədər orta hissədə yerləşdirib uşaqlar. Və deyir ki, 3 fərqli məsafədə cismin kölgəsinin müxtəlif uzunluqda olması müşahidə olunmuşdur. Gün ərzində günəşin yerdən olan məsafəsini nəzərə alaraq və şəkildəki məlumatlardan istifadə edərək hansı nəticəni və ya nəticələrə gəlmək olar. Baxaq uşaqlar, nə deyir? Deyir ki, səhər və axşam saatlarında cisimlərin kölgəsi uzun olur. 24-cü sualı gəlin baxaq uşaqlar. Deyir ki, şəkildəki təcrübədə işıq mənbəyi işıqlandırılan obyektdən, yəni topdan müxtəlif məsafələrdə yerləşdirilmişdir. Baxın uşaqlar, gördüyünüz kimi birincidə necədir? Birincidə top uzaqda yerləşdirilmişdir. İkincidə top neyini inşallah? Top nisbətən yaxına gətirilib. Üçüncüdə isə ən yaxına gətirilmişdir. Baxaq uşaq, deyir ki, 3 fərqli məsafədə cismin kölgəsinin müxtəlif uzunluqda olması müşahidə olunmuşdur. Gün ərzində günəşin yerdən olan məsafəsini nəzərə alaraq və şəkildəki məlumatlardan istifadə edərək hansı nəticə və ya nəticələrə gəlmək olar. Baxaq uşaqlar, səhər və axşam saatlarında cismin kölgəsi uzun olur. İndi baxaq, səhər və axşam saatlarında cisim belə deyək də uşaqlar günəşə ən yaxın olur. Yəni günəş belədir də uşaqlar. Günəş baxın buradan başlayır, günorta saatlarına qalxır təpiyə, sonra yavaş-yavaş neyinir inşallah, sonra yavaş-yavaş yenidən neyinir? Enir. Səhər və axşam saatlarında deməli günəş yerə neyinir? Günəş yerə yaxınlaşır. Düzdür inşallah. Günorta saatlarında günəş yerdən neyinir? Uzaqlaşır. Bu nə oldu? Bu günorta oldu. Yəni baxın inşallah uzaqlaşma hara aid oldu? Uzaqlaşma aid oldu birinciyə. Bax bu günortaya uyğun oldu. Günortaya uyğun oldu.
Bu isə uşaqlar nəyə uyğun oldu? Bu səhər axşama uyğun oldu. Səhər axşama uyğun oldu. Eyni zamanda gördüyünüz kimi arada da nə edir? Təbii ki, gəlir yavaş-yavaş ortaya gəlir. Sonra deməli baxın əvvəlcə qısa başlayır, sonra ortaya gəlir, sonra yavaş-yavaş nə edir? İnşallah uzanır. Məsəl aradakı məsafə uzanır. İndi baxaq. Səhər və axşam saatlarında cisimlərin kölgəsi uzun olurmu? Deyə bilərikmi? Səhər və axşam saatlarında günəş yer günəşə yaxınlaşır və deməli kölgə necə olursa gördüyünüz kimi uzundur. Deməli birinci nəticəni buradan çıxartmaq olar. Günorta saatlarında cismin kölgəsi ən qısa olur. Günorta saatlarında bəli cisim günəş daha doğrusu zenitdə olur, yəni ən təpədə olur. Ən təpədə olarkən yerlə arasındakı məsafə, yəni bu topla onun arasındakı məsafə daha uzun olur. Kölgəyə baxın inşallah, kölgə gördüyünüz kimi ən qısadır. O zaman bu da doğrudur. Gün ərzində cismin kölgəsi qısalma, uzanma, qısalma istiqamətini dəyişir. Baxaq inşallah, günortaya doğru getdikcə nə elədi? Günortaya doğru getdikcə deməli qısaldı, sonra nə elədi? Sonra yenə də uzanacaq və sonra nə eləyəcək inşallah? Sonra yenə də qısalma istiqamətində dəyişəcək. Ona görə də burada deməli üçüncü nəticəyə də gəlmək olar və cavabımız olacaq nə? Cavabımız olacaq D variantı. Daha doğrusu belə deyək, əvvəlcə nə elədi? Əvvəlcə kölgə uzun idi, sonra günortaya doğru getdikcə nə elədi? Getdikcə qısaldı, sonra yavaş-yavaş nə elədi? Yavaş-yavaş uzandı və bu şəkildə deməli nə eləyəcək inşallah davam edəcək və ən nəhayətdə deməli qısaldı, qısalma, uzanma, qısalma istiqamətini dəyişəcək. Ona görə cavabımız D variantı olacaq. Və şimdi suala gəlmək aşağı deyir ki, qrafikdə orqanizmin eyni patogenə ilk və ikinci dəfə yoluxması zamanı yaranan antisimlərin qatılığı göstərilmişdir. Buna əsasən aşağıdakı fikirlərdən hansı yanlışdır? Baxın aşağı gördüyümüz kimi ilkin yoluxmadır və ilkin yoluxma zamanı gördüyünüz kimi ilkin immun cavab gəlmişdir. Daha sonra ikincili yoluxma zamanı nə olub inşallah? Gördüyünüz kimi deməli daha tez bir müddətdə və daha kəskin şəkildə ikinci immun deməli cavab gəlmişdir. Və indi baxaq deyir ki, ilkin yoluxma zamanı immun cavab daha gec yaranmışdır. Baxaq uşaqlar, baxın bu qrafikə baxsanız, immun cavab daha necə yaranıb? Daha gec yaranıb gördüyünüz kimi. Amma o birisi daha sürətli və daha tez nədir? Yarandı. Deməli bu nədir? Bu doğrudur. İkinci yoluxma zamanı immun cavabın daha erkən və sürətli gəlməsinin səbəbi qanda anticismlərin olmasıdır. Yəni burada immun cavabın gəlməsi nə deməkdir uşaqlar? İmmun cavab anticismin yaranması deməkdir. Anticisim burada nədir? Yarandı. Anticisim yarandı və fikir verilsə anticisim əvvəl yox idi. Sonra yavaş-yavaş nədir? Yarandı, artdı, immun cavab verildi uşaqlar. Yəni anticismin yaranması ilə immun cavabdır gördüyünüz kimi. Amma sonra gördüyünüz kimi o tamamilə yox olmadı, qanda qaldı. Elə qanda qaldığına görə təkrar yoluxma zamanı, ikinci yoluxma zamanı o nədir uşaqlar? Sürətli və daha erkən və sürətli əməyə gəldi. Deməli, ikinci variant burada doğru olacaq. İlkin yoluxma peyvənd ola bilər. Bəli, ilkin yoluxma peyvənd ola bilər. Bu da doğru olacaq. İkinci yoluxmada anticisimlərin çox olmasının səbəbi bu xəstəliyə qarşı immunitetin yaranmamasıdır. Əksinə uşaqlar, xəstəliyə qarşı immunitet yaranmasaydı, o zaman ilkin yoluxmada olduğu kimi necə olmalıdır? Antitellər daha gec bir müddətə və daha zəif şəkildə əmələ gəlməlidirlər. Ona görə bu variant nə oldu? Bu variant yanlış oldu. D variantı yanlış oldu. Beləliklə də uşaqlar, bu sizə təqdim etdiyim 25 sualdır. Suallar düşündürücü suallardır. Suallar o qədər asan suallar deyil. Mən bunu başa düşürəm uşaqlar. Amma sizin də artıq fənn müsabiqəsində iştirak edirsinizsə, rəqabətə davam gətirmək istəyirsinizsə, sizin bu sualları, bu tiplə sualları işləməyi öyrənməyiniz lazımdır. Təbii ki, sizin rastlaşacağınız sualların hamısı çətin suallar olmayacaq uşaqlar. Amma mən də ən azından sizə bu fürsəti verirəm ki, bu tipdə suallarda işləyəsiniz və onlarda işləmək qaydasını necə yanaşacağınızı öyrənəsiniz inşallah. Beləliklə sizin hər birinizə müsabiqədə uğurlar arzulayıram. Hər birinizdən xoş xəbərlər gözləyirəm. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənə qədər.